Payızın gəlişi ilə birlikdə mövsümi qripə yoluxma riskləri də artır. Elə bunu nəzərə alaraq Azərbaycanda qripə qarşı vaksinasiya kampaniyasına başlanılıb. Fransa istehsalı vaksinlər tam ödənişsiz olaraq xüsusilə risk qrupuna daxil olanlar üçün təqdim edilir. Bəzi vətəndaşlar peyvəndin effektivliyinə şübhə etsə də hər il vaksin vurduranlar onun faydasını təsdiqləyir. Səhiyyə Nazirliyi sağlam qalmaq üçün hər kəsi peyvənd olunmağa çağırır. Azərbaycana Fransanın Sanofi Pasteur şirkətinin istehsalı olan qripə qarşı vaksinlər gətirilib. Oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilib. Lakin əhali arasında vaksinlərə münasibət bir mənalı deyil. Bəziləri peyvəndin effektivliyinə inanmır. İndi peyvənd vurulanlar daha ağır keçirir. Natural şeylərlə, təbiətin yaratdığı nemətlərlə, zəncəfillə, darçınla, cürbəcür otlarla, dəmir otu ilə, zəncir otu ilə, nə bilim, cökə gülü ilə, belə şeylərlə müalicə eləyirik özümüzü. Az bir dozada olmuş olsa da o xəstəliyin daxil olması deməkdir də, yəni. Və bunun 100% qoruma təsiri olmağına inanmıram. Ona görə də eləmirəm. Digərləri isə hər mövsüm peyvənd olunur və nəticəsindən razıdır. Mən tez-tez vururam bu peyvəndi. Ona görə mən biraz çox pis qrip xəstəliyini keçirdirəm. Ona görə hər il çalışıram vurum ki, özümə sonra çətinlik olmasın. Respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Könüllü prinsipə uyğundur və tam ödənişsizdir. Poliklinikada hər gün səhər saat 8-dən 5-ə qədər vaksina olunur və bu start oktyabr ayının 8-dən verilib. Müraciət edən çoxdur, əhali arasında maraq çoxalıb, eləyənlər çoxdur. Gələnlər də var, zəng gelib soruşanlar da var. Risk qrupuna aid olan insanlar bu adətən tibb işçiləridir, hamilə qadınlardır və 6 aydan yuxarı uşaqlara bu vaksinasiyanı tövsiyə edirik. Vaksin təhlükəsizdir və keyfiyyətlidir. Heç bir fəsadlar vermir və əks göstərişləri yoxdur. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər. Elmira Səfəddin qızı Namiq Ağayev, İTV Xəbər.